Azərbaycan Dövlət Aqrar Universitetində magistrantlar və gənc tədqiqatçıların Respublika Elmi Konfransı keçirilib. Tədbir, şəhidlərin xatirəsinin yad olunması və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konfransda bildirilib ki, əsas məqsəd magistrant və gənc tədqiqatçılar üçün elmi nəticələrin təqdimatı, müzakirəsi və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsidir. ADAO-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov gənclərin elmi potensialının inkişafının universitetin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov isə bu cür platformaların elmə marağın artırılmasında mühüm rol oynadığını qeyd edib və universitetə elmi kitablar hədiyyə edib. Konfransda Ege Universitetinin professoru Sezai Delibacaq magistratura təhsili və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimatla çıxış edib. Plenar iclasda ADAO-nun doktorant və magistrantları aqrar sahədə apardıqları elmi tədqiqatların nəticələrini təqdim ediblər. Tədbir daha sonra müxtəlif istiqamətlər üzrə bölmə iclasları ilə davam edib.